Bilirsiniz, insan bəzən bir gün dayanıb baxır həyatına və deyir ki, doğrudan da bu mənəm. Mən də bu günlərə baxanda eyni şeyi deyirəm. Bugün mənə verilən elit rütbəsi var ha. Azərbaycanda cəmi 6 nəfər də var. Bəli, mən artıq Fabrik Azərbaycan şirkətinin yeni elit direktoru oldum. 6 yüksək rütbədə liderdən biri də mən oldum. Bunu demək çox qəribə hissdir. Çünki bir vaxtlar mən özümə belə inanmırdım. Düşünürdüm ki, elə adi bir insanam, hamı kimi. Nə xüsusi bacarığım və nə də böyük bir imkanlarım var. İndi hamı nəticəni görür. Güllər gəlib, təbriklər yazılıb, deyirlər halal olsun, 6 nəfərdən biridir. Amma heç kim bilmir ki, mən neçə dəfə bezmişəm, neçə dəfə öz-özümə demişəm, görəsən davam edim, yoxsa yox. Neçə dəfə yorğun halda yenə də işimin arxasınca durmuşam. Elə günlər olub ki, nəticə olmayıb. Elə günlər olub ki, motivasiya sıfır olub. Amma bir şey etmişəm, saxlamamışam. Çünki mən başlayanda məqsədim rütbə deyildi. Məqsədim dəyişmək idi. Eyni yerdə qalmaq istəmirdim. Mən də qorxurdum, mən də tərəddüd edirdim. Mən də görəsən alınacaq deyə düşünürdüm. Amma bir qərar verdim. Nə olursa olsun, yarı yolda dayanmayacağam. Bugün burada dayanıb deyə bilirəm ki, həyat böyük bir şansla dəyişmir. Həyat hər gün verdiyin kiçik qərarlarla dəyişilir. Biraz daha səbir, biraz daha inam, biraz da özünə güvənmək. Və baxırsan ki, bir gün 6 nəfərdən biri də sən olursan. Gəlin indi keçid alaq başladığım günlərə. Mən 2018-ci ildə Fabrik şirkətinə sadəcə özümə məhsul alım və evdəyəm, müəyyən bir sıxıntılarım var idi, müəyyən bir problemlərim var, müəyyən bir ən azı xırda bir gəlirlərə ehtiyacım var deyə 5-10 manatda niyə qazanmayım düşüncəsi ilə bu şirkətdə qeydiyyatdan keçdim və nə yaxşı da keçdim. Düzdür, mən bu qədər gəlirləri heç düşünməzdim, bu qədər uğurları mən düşünməzdim, amma mən düşünürdüm ki, ən azından mənim ehtiyacım olduğum bir ətri, bir əl kremi, bir xanım olaraq makiyaj vasitəsini özümə qazanım. Çünki bunu mənə alıb verən yox idi. Ona görə bu məqsədlə qeydiyyatdan keçdim. Təbii ki, bu şirkətə qeydiyyatdan keçəndə heç bir biznes anlayışım olmayıb, heç bir ali təhsilim olmayıb. 9 illik orta məktəbi bitirmişəm. Evdar bir xanım idim. Heç ətrafım yox idi. Demək olar ki, 30 ev olan bir kənddə başlamışam. Təsəvvürünüzə gətirin, internet belə problemim olub bu şirkətə başlayanda. Evdən heç bir dəstəyim olmayıb. Nə yoldaşım, nə qaynanam, nə qaynatam, nə ata tərəfdən atam, nə də yaxınlarım. Heç bir mənə dəstək olmayıb və təbii ki, mən öz gücümə inanaraq burada nə yaxşı ki elə davam eləmişəm. Bəzi insanlar ola bilər, bəlkə hansısa bir dəstəyi, hansısa bir əlavə məhsul dövrəsi yaradacaq kiminsə verdiyi pulu var. Xeyr, bunların heç birini mən görməmişəm. Hətta mənim elə ətrafım olub ki, məndən belə məhsul almırdılar. Təsəvvürünüzə gətirin ki, mən ilk dövrələri yaradanda siz özünüz başa düşərsiniz ki, əlində pul olmayan bir insan üçün bu çox çətin olur və mən ancaq internet üzərindən başladım. Facebook səhifəsi açdım. Və Facebook səhifəsi üzərindən başladım özümə sifariş yığmağa. Təbii ki, gündüz özünüz indi başa düşərsiniz, 3 balaca uşaq, yəni nadinc, daima qayğı, daima diqqət tələb edən, yaşlı insanlar, özü də ki, biraz xəstə idi, bir insult xəstəsi idi, bir xəçər xəstəsi idi və bundan əlavə də yoldaşımın daha çətin bir xasiyyətdə olduğunu xüsusi vurğulayım. Bunlarla burada çalışmaq həqiqətən heç rahat olmayıb və hamı yatandan sonra sadəcə mənim işim saat 9-10-dan sonra başlayırdı. 10, 11, 12 saat 1-ə qədər mən dayanmadan sosial şəbəkədə mesaj göndərirdim. O vaxt mənim böyük səhifəm yox idi. Böyük səhifə özümü yəni ki tanıtım eləmək, bunlara icazəm yox idi. Sadəcə şəkil paylaşırdım, məhsul şəkli, yazılı dəvət şəkli, bunları paylaşırdım və belə səhifələrə də bilirsiniz ki, geri dönüş o qədər də olmur. Mənim səhifəm yeni olduğuna görə də bunu tanıyan adamların sayı azdır. Yəni geri dönüşlər ümumiyyətlə olmurdu. Və mən hər axşam demək olar 3 saat özümə məqsəd qoyub mesaj göndərirdim. Hər axşam 50, 100, 200, nə qədər bacarımsa o qədər. Bir həftədən sonra ya 1-2 geri dönüş olar, ya da olmazdı. Amma mən bunlara görə heç vaxtı geri çəkilmədim. Heç vaxt demədim ki, alınmayacaq. Düzdür, həvəsdən düşdüyüm vaxtlar olurdu. Amma mən hər zaman bu işi mənə öyrədən rəhbərlərimi dinləmişəm. Nə evdəkiləri, nə kənarda çevrədən əlavələri, nə mən paylaşım eləyəndə mənə ötürülən statuslarıma, o negativləri heç nəyə baxmırdım. Mən yalnız yoluma baxırdım. Yalnız mən önə baxırdım. Mən görürdüm qrupda maaş alan qızlar var, qrupda inkişaf edən qızlar var. Mən də dedim ki, mən bu şəkildə inkişaf eləyəcəm. Düzdür, çoxu deyirdi, sən məhsul alırsan, məhsul vurursan, yuxarıdakılar qazanır. Mən heç vaxt bu düşüncədə olmamışam. Ona görə bəlkə inkişaf eləmişəm. Çünki mən bura gələndə sırf özüm üçün gəldiyimi ilk olaraq hiss eləmişdim. Burada mən pul qazanmaq üçün çalışmalıyam, əziyyət çəkməliyəm, yəni komanda qurmalıyam. Təbii ki, biz məhsulu alırıq, aldığımız məhsullardan endirim qazanırıq, hədiyyə qazanırıq. Amma bununla biz pul qazana bilmirik. Biz mütləq şəkildə komanda qurmalıyıq. Bu artıq bizə təlim kimi keçirilirdi və mən necə ki, bugün öz şəbəkələr üçün keçirəm. Bəli, mən artıq anlayırdım ki, burada komandasız nə qədər məhsul alıb satsam da, bal tamamlasam da gəlir qazana bilməyəcəm. O vaxtda biz günəş sistemi ilə işləyirdik və bizim üst-üstə qeydiyyatlarımız olmurdu. Biz özümüz qeydiyyat gətirsək olurdu, gətirməsək olmurdu. Amma bugünkü gündə biz artıq kök sistemi ilə işləyirik. Biz xanımlar qeydiyyat eləyəndən sonra özümüz dəstək göstəririk. Üst-üstə qeydiyyatlar gəlir, daha tez rütbə açıb, daha tez gəlirə çıxmaq olur. Yəni mən çox çətinlik çəkmişəm bir sözlə bu sistemdə, amma nə yaxşı ki, doğru, zəhmətkeş, yəni özünə inamlı lider olmuşam. Bu sistem mənə bunu öyrədib, günəş sistemi.
Və bu şəkildə artıq mən öyrəndikdən sonra keçid aldım o sifariş götürdüyüm müştəriləri məsləhətçilərə çevirməyə. Yəni artıq mənim məqsədim təkcə burada məhsul göndərmək üçün dəvət eləmək yox, sırf komanda qurmaq üçün, lider yetişdirmək üçün məqsəd qoymaq. Çünki biri maşın alırdı, biri ev alırdı, biri məbləğ atırdı, mən mətbəx mebeli aldım, biri atırdı, mən filan paltar yuyan aldım. Yəni bunları gördükcə istər-istəməz insanda o həvəs yaranır və başladım artıq qeydiyyatlar etməyə. Heç də rahat olmadı. Belə deməklə 5 kəlmə rahat olur. Bir həftə 10 gün yazırdım, geri dönüş olmurdu. 10 gündən sonra ya bir nəfər, 2 nəfər geri dönüş eləyəcək, gətirəcəksən, WhatsApp nömrəni götürəcəksən, məlumat verirsən və sabahsı gün deyir, yox məndə alınmayacaq, mən qeydiyyatımı silərsiz. Bu şəkildə bu problemləri yaşamışam, amma deməmişəm ki, məndə alınmayacaq, davam eləmişəm. Bu işi istəyən gələnə kimi mən qeydiyyat axtarışında olacam düşüncəsi ilə. Mən nə yalan deyim, mənim ətrafımda mənim qeydiyyatım olmayıb. Mənim bir məsləhətçim olub, hal-hazırda komandamda Yaqut rütbəsindədir. Təxminən tanıdığım insanlardan yalnız bir nəfər qeydiyyatdan keçib, başqa mənim qeydiyyatlarım olmayıb. Baxmayaraq ki, mənim yoldaş tərəfdən də 4 bacı, 4 qardaşdır, bizdə 5 bacı, bir qardaşıq, amma bunların heç birinin qeydiyyatı olmayıb məndə. Yəni xaladır, bibidir, heç kim mənə qeydiyyatdan keçməyib. Mən sırf sosial şəbəkə üzərindən komanda qurmuşam, qeydiyyatları oradan aparmışam, online şəkildə dəvətlər göndərmişəm. Ona görə məndə biraz gec alınıb, 1 il yarıma mən 9% lider statusuna çatmışam. 1 il yarımdan sonra artıq lider olduqdan sonra özgüvənli olaraq daha çox qeydiyyatlara cəhd eləmişəm və 2 il ərzində direktor rütbəsinə çatmışam, direktorluğu təsdiqləyib dərhal baş direktor olmuşam. Artıq 3-cü ildə gümüş, qızıl, yaqut 3 rütbəni açmışam. Düzdür, əvvəlcə az gəlirlər qazanmışam, 5 manat, 10 manat, 20 manat, amma hal-hazırda yüksək məbləğ qazanıram. Bu şirkət sayəsində ev almışam, bu şirkət sayəsində maşın almışam, bu şirkət sayəsində hal-hazırda İstədiyim hər şeyi alıram. Bu şirkət sayəsində mən pulsuz paylaşmışam YouTube kanalımda, səyahətlər qazanıram, dünyanı gəzirəm. Ölkə daxili səyahətlərimiz olur. Hal-hazırda mart ayının 12-si, 13-ü bizim yenə də Tufan dağ, yəni ərazisində 2 günlük pulsuz şirkət tərəfindən brilliant və yuxarı rütbələrə hədiyyəmiz var. Dağın adını çəkdim, dağlar yadıma düşdü. Mən bizim dağlar qızıyam, bəli. Çox ucqar bir kənddir. Mənim yaşadığım, boya başa çatdığım kənd. İnanın ki, orada siz nə var idi? Sadəcə sahə, əkin, mal-qara. Təsəvvür edin ki, mən bəzən xəyal qururdum. Özümə ki, paltarları yığırdım vidrəyə, aparırdım, yurdum, güya ki, otaqdan otağa keçirdim, yəni iş görürdüm, sonra qaydırdım. Güya ki, mən öz biznesimi qururam, alver eləyirəm, sumqama paltarları yığırdım və gedirdim, paltarlar açırdım, qiymətləri deyirdim, belə sərirdim. Əvvəllər bilirsiniz ki, böyük marketlər, ticarət mərkəzləri, bunlar yox idi. Əvvəl əldə məhsul satırdılar sumqalarda və mən də güya ki, öz işimi görürdüm. Yəni ona görə o balaca vaxtı artıq insan öz bacarığını ortaya çıxardır. Və mən bugün xatırlayıram ki, həmin burada, bugünkü məndə ortaya çıxan istedad elə balaca vaxtımdan var imiş məndə. Bəli, bu şirkət mənim o istedadımı ortaya çıxartdı. Ona görə bugün bir daha sizə deyim ki, bax, hal-hazırda siz tərəddüd etmədən, əgər öz gələcəyinizin yaxşı olmasını istəyirsinizsə, mən sizə məsləhət verərdim ki, indi qeydiyyatdan keçin və özünüzə bir şans verin. O şansı deneyin. Düzdür, qeydiyyatdan keçib dayanmaqla burada pul qazanmaq mümkün deyil. Qeydiyyatdan keçib təbii ki, çalışmaq lazımdır. Çalışan insan burada uğurlu olur. Bəzən biz müəyyən bir şüarlar səsləndirən insanları yəni eşidirik. Mən fabrikdə olmuşam, mən heç nə qazanmamışam. Əslində heç nə qazanmamaq mümkün deyil. Adicə özünə məhsul alan insan belə 20% dərhal indirim qazanır. 30 manatlıq məhsul alırsan və 25 manat ödəyirsən. Artıq 5 manat pulun qaldı. Və bundan əlavə hədiyyə, kampaniya, bunlar öz yerində. Amma ən əsas öz bacarığına uyğun 2 nəfər, 3 nəfər, 5 nəfər, 10 nəfərdən başlayaraq komanda qurub istədiyin limitsiz gəlirləri qazana bilirsən. Və təbii ki, sən də məndən başlamaq istəyirsənsə, elə bu vloqun altında olan linkdən keçid alıb, elə indi məlumat alaraq mənimlə başlaya bilərsən. Qeyd edeyim ki, təzə komanda qururam. Təzə komandamda ilklərdən olmaq istəyirsinizsə, daha tez inkişaf edib tez gəlir çıxmaq istəyirsənsə, mənə yaz və mən səni qeydət eləyim. Birlikdə bir il sonra bu şəkildə sənin uğurlarını bu kanalda paylaşaq. Təşəkkür edirəm izlədiyi üçün. Bu arada kanalıma abunə olub, videolar izləyib, fikirlərinizi yorumlarda yazmağı unutmayın.